Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sumqayıt şəhərində Bayram tonqalında baş verən partlayış nəticəsində 11 nəfər xəsarət alıb. Xəbər verilir ki, bu barədə dəqiq məlumat yayıb. Məlumata görə hadisə martın 21-də saat 21:10 radələrində şəhərin 7, 8 və 12-ci məhəllələrinin keçməsində qeydə alınıb. Hadisə yerinə 3 təcil tibbi yardım briqadası cəlb olunub. Zərərçəkənlərdən 5 uşaq Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən uşaq xəstəxanasına yerləşdirilib. Ümumilikdə 4 nəfər uşaq xəstəxanasına, 2 nəfər isə təcil tibbi yardım xəstəxanasına hospitalizasiya olunub. Onların hər birinə tüstüdən zəhərlənmə diaqnozu ilə tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş olan 7 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.